Welcome böyük summativ 2 nümunəsinə baxırıq. Deyir ki, charity sözünün, charity nədir? Xeyriyyə sözünün düzgün mənasını seçin. Burada uşaqlar giving help, money, food, etc. to those in need, ehtiyacı olan kimsələrə pul, kömək, qida, ərzaq və s. vermək. Generous sözünün antonim, generous əli açıqdır. Burada selfish, egoist, onun antonimi egoist olacaq. İsm olan cərgəni seçin. Punish feildir, xeyir. Hunger, aclıq, charity, B variantı uyğundur. Burada important sifətdir, reduce da feildir, getdilər. Sayılmayan isim olan cərgəni seçin. Pul sayılmayanda amma picture sayılanda, flower sayılanda artiklı gördük, onlar deyil, C variantıdır. Burada da river sayılmır, C variantı. Cəm, sugar, heç birisi sayılmır, cem və qənd. Ümumi isimlər olan cərgəni seçin. Ümumi isimlər uşaqlar xırda hərflərlə yazılır, C variantı. Burada gördünüz ki, bunlar getdi. Sifətin düzgün dərəcəsini seçin. As-dirsə, deməli biz nəyi seçəcəyik? Sadə sifəti adi dərəcədə, yəni heç bir bunların heç birisi olmayacaq, üstünlüyü, müqayisə və s. She is as beautiful as her mother. O anası kimi gözəldir. Düzgün deyir, sayı seçin. He lives in the second floor. İsimlə işlənən sıra sayı o ikinci mərtəbədə yaşayır. Bunlar olmayacaq, çünki Z artikli olmalıdır. Hansında deyir, mürəkkəb isim istifadə olunur. Burada düzəltmədir, kindness, sadədir, bedroom, B variantında bedroom mürəkkəb isimdir. O deyir, yataq otağına getdi ki, paltosunu götürsün. Burada da heroizm düzəltmədir. Düzgün variantı seçin. My grandma is good at. Ətdən sonra uşaqlar gerund gələcək, sonu ayıncı. Mənim nənəm toxuş toxmaqda yaxşıdır. Cümlələri şanslı olmaq tərcümə eləyin. Birincisi to be like, şanslı olmaq, alien, yad planetli. Pollution, çirklənmə. Xəttimə görə I'm sorry. Cümləni tərcümə eləyin. Biz qocalara hörmət etməliyik. Qocalara hörmət etməliyik. Xəttimə görə uşaqlar sorry. Düzgün sözü seçin. Apple sayılan isimdə, ona görə də men olacaq. Boşqabda çoxlu alma var. Give me a little water sayılmayanda a little. Mənə biraz içməyə su ver. Buy a little bread. Bread sayılmayanda a little. Evə gələndə biraz çörək al. We need money sayılmayanda much olacaq. Bizim deyir, səyahət etmək üçün çoxlu pula ehtiyacımız var. Zira sayılan isim istəyəcək. A lot of children in there. Həyətdə çoxlu uşaq var. Düzgün modal feili seçin. Biz dünyadakı bütün ağacları kəsməliyik, yoxsa kəsməməliyik? Kəsməməliyik. Shouldn't cut. We should. Biz ətraf mühiti təmiz saxlamalıyıq. İdə də should'u seçəcəyik. Və sonra burada baxaq görək. Düzgün zaman formasını 2 milyon yer, 2 milyon il əvvəl keçmiş zamanda sadə zaman. Caveman, mağara insanları 2 milyon il əvvəl yaşayıblar. Bunu seçəcəyik. I'm sure he will buy. Mən əminəm ki, o alacaq sabah mənim üçün hədiyyə. Sonra mətni oxuyun, tərcümə eləyin. The British traditional celebrate Mother's Day in March. Britaniyalılar mart ayında adətən ənənəvi olaraq analar gününü qeyd edirlər. The holiday appear in those times when many girls worked away from home as domestic servants. Və bu bayram elə günlərdə yarandı ki, əksər qızlar evlərindən kənarda qulluqçu kimi işləyirdilər. It gives them an opportunity of going home to see their mothers. Və bu onlara imkan verirdi ki, evlərinə analarını görməyə getsinlər. The custom remain in our days and is Mother's Day of. Və bu adət, ənənə indiyənə kimi də qalıb bizim dövrümüzdə və analar günü qeyri-iş günüdür. People visit their mothers and give them small presents. İnsanlar analarını ziyarət edirlər və ona kiçik hədiyyə verirlər. They can't go, they send a postcard. Əgər gedə bilmirlərsə postcard göndərirlər. On this day, families try to see the mothers have as little work as possible. Və bu günlərdə ailələr çalışır ki, anaların
mümkün qədər daha az işi olsun, daha az işləsinlər. Nə haqqındadır? Birincisində soruşur. Analar günü. What does the underline refer to? Altına xətt çəkilmiş söz nəyə aiddir uşaqlar? Holiday. Bayrama. Which were in the to go to see a person or a place, visit, uşaqlar kimsə görməyə, hansısa yeri görməyə, visit. 40 people da on Mother's Day. İnsanlar analar günündə nə edirlər? People, bunu yazasınız. Visit mothers and gives them small presents. İnsanlar analarını ziyarətə gedir və ona kiçik hədiyyələr verirlər. Bu qədər uşaqlar, bəyənin, abunə olun, paylaşın. Yaxşı kommentlər yazın. Sağ olun.